Salam, bu günlər sizlə Nanul ASMR-dir və indi yediyimiz Rus akroşkasıdır. Burada xiyar da var, kartof da var, yumurta da var, naş maloçnik pendiri, pendir çubuqları dünənləri çəkilişdən qalmışdı. Hochland pendiri, kalbasamız və qoğaldı, şəkərburadı, paxlavadır və kislo-sladki sos, sweet chili. Əzizlərim, əgər bəyənirsinizsə, like eləyin, dəstək olun. Mən şad olaram. Və bugünkü hekayəmiz, mən rus dilini hardan bilirəm? Çox adamın soruşduğu. Rus dilini mən uşaqlıqdan bilirəm. Öz dilim kimi. Çünki mənim nənəm Simferopoldəndir. Ana tərəf. Və onlar babamla Bakıda tanış olmuşdu. Nənəm putyovka ilə bura gəlmişdi Bakıya. 19-20 yaşı var idi. Nənəm 44-cü ildəndir. Babam 35. 9 yaş fərqi var idi. Üstəlik də mənim anam Rus sektoru olub. Atam Rus sektorunu bitirib. Və mən ilk sözlərimi ümumiyyətlə Rus dilində demişəm. Hətta deyə bilərəm ki, çöldə anamın tanışı keçmişdi. Bir dəfə salam demişdi. Mən də anama demişdim, Rus dilində demişdim ki, mama salam nədir? Salam necəsən yəqin ki, salam yox. Çəkilişi təzədən başlayıram. Çünki telefonda yaddaşım qurtardı. En azından davam edirik. Mənim bütün ailəm hamısı Rus dilidir. Ümumiyyətlə, demək olar nənəm Azərbaycan dilində pis başa düşürdü ya. Həmişə Rus dilində danışırıq. Hamımız yığışanda. Amma belə həyatda əlbəttə Azərbaycan dilində danışa bilərik. Və danışırıq. Mən özüm az sektoram. Nənəmin bütün nəvələri az sektorda. Demək olar bütün. Dayımın və uşağım və mən. Uşaqları, 2 uşağı var. Dayımı və anamı ümumiyyətlə görəndə hamı elə bilir Rusdur. Onlar oxşamırlar. Və mən bağçaya getmişdim. İlk günlərim idi. Ümumiyyətlə Azərbaycan sektoruna getmişdim və məktəbə az sektora, universitet eynən. Mənə məktəbdə çox çətin idi. Həmçinin bağçada birinci günlər çox çətin idi. Çünki o uşaqları başa düşmürdüm.
Eyni zamanda sonra məktəbə getdim. Anam mənə ilk gündən müəllimə tutmuşdu. Pendirimiz. Və çünki məsəl üçün q, g hərflərini eşitmirdim. Gəlmək, qalmaq, q eşidirdim. Mən başa düşmürdüm. Orada q'dır ya g'dir. Başa düşmürdüm. Z, ç eşitmirdim. Rus dillərin ən çox problemi olan. Mən demək olar 11-ci sinifə qədər getmişəm müəllimələrin yanına. Mənə çətin idi. Ümumiyyətlə, mənə bilirsiniz nə çətin idi? Ortam çətin idi. Hamı az sektor idi. Bir-birlərinin zarafatlarını belə başa düşürdülər. Mən başa düşmürdüm. Məsələn, hansı sözlər var idi? Təsəvvür edin, biz rus dilində danışırıq. Və müəllimlər mənə hansı bir konkret belə lax sözləri öyrətmirlər də. Və mən başa düşmürəm ki, yəni mənə nəsə pis bir şey deyəndə mən başa düşmürəm o nə deməkdir. Ona görə mənə deyəndə səni ona görə səni sevmirdilər sinifdə çünki sən pis idin. Yox, əslində çox şeyi başa düşmürdüm Azərbaycan dilində. Lağa qoyurdular da mənə. Bir dəfə məni söydülər. Mən Azərbaycan dilində normal danışmaq, üstəlik də hələ söyüşdə heç bilmirdim. Dəli kimi qalmışdım ortada ki, bu nə deməkdir, bu nə deməkdir, o söz nədir? Bilmirdim, biz danışmırdıq belə Azərbaycan dilində. Ona görə belə də rus dilini bilirəm. Hətta deyə bilərəm ki, demək olar o dildə fikirləşirəm. Hələ də o qədər müəllimələrin yanına getdim. O qədər hər şey. Yenə də mən rus dilində daha çox fikirləşirəm, daha çox danışıram. Hətta deyə bilərəm ki, vlog aparandan sonra mənim Azərbaycan dilim düzəlib. Əmin olun ki, yəni belə deyildi. Əlbəttə ki, oxuyurdum, universitetə də daxil oldum Azərbaycan dilində. Yəni o demək deyil, başa düşmürdüm də. Konkret oxumaq, okey, qrammatika, hə. Amma ki, Azərbaycan dilində qavramaq çətinliyi var. İndiyə qədər rəylərdə nəsə belə qeyri-adi söz yazanda mən deyirəm, o nə deməkdir? Ona görə belə. Uşaqlar, bəyəndinizsə like qoyun və mən davam edeyim. Əgər çox like olsa, nə xoş mənə.